Hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi sizə 20 aprel Dəyər Yayınları tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. 61-ci sual. A və B natural ədədlərinin ortaq olmayan sadə vurguların hasili 12 və əkub AB 36 olarsa AB hasilini tapın. Deməli, əkub AB bəbəd kök altında A vurulsun, B vur C. Bizə verib C-ni 12. Əkub AB-ni də verib 36. 36 bərabərdir kök altında 12 vurulsun A, vurulsun B. Hər tərəfin kvadratını alsam 36 vur 36 bərabərdir 12 vurulsun A, B-yə. Burada 12-dən 36-nı 12-yə hesab eləsəm, burada 1, burada 3 qalır. 100 dəfə 36, 108. Sırada AB alınır. Yəni doğru cavabımız burada AB 108-ə bərabərdir. B variantı. 62-ci sual. Diaqrama əsasən bazar ertəsi satılan malın digər günlər ərzində satılan malın neçə faizi olduğunu tapın. Bazar ertəsi satılıb 450 say. Sayılaraq 450 dənə. Digər günlərdə 600, üstəgəl 300, üstəgəl 750, üstəgəl 150. Bu da bərabərdir. Bunlar toplayanda eləyəcək 1800. İndi deyir ki, 450, 1800 neçə faizidir? 450-ni 1800-ə bölüb, baxıram 4də 1 hissəsidir. Yəni 450 ilə 1800 450-yə bölünür. 4də 1 hissə. Bunu da faizə çevirəndə 25 faiz olacaq. Yəni doğru cavabımız B variantı. 63. 150 qram 20 faizli duz məhluluna neçə qram su əlavə etmək lazımdır ki, 15 faizli məhlul alınsın? Deməli, bizə deyir ki, 150-nin 20 faizi duzlu. 150 vur 20 böl 100. Burada sıfırlar ixtisar gələcək. 15-i 2-yə vuranda 30. Deməli, 30 qram nədir? Duz. İndi ki, bu 150-nin üzərinə nəyə qədər su əlavə etmək lazımdır ki, 15 faizli məhlul alınsın. Yəni, %15-i duz olsun. Bunun %15-i bərabərdir duza. Duzun da miqdarı 30-dur. Hər tərəfi 15-ə bölsəm, burada 1, burada 2 alınır. İndi hər tərəfi 100-ə vursam, 150 plus x bərabər olacaq 200. Burada x bərabər olacaq 50. Yəni, doğru cavab burada 50-dir. C variantı. 64-cü sual. 2 zəri atdıqda A hadisəsinin baş verməsi üçün əlverişli sayı 6 olarsa, A hadisəsinin baş verməsi ehtimalını tapın. Deməli, hadisənin ehtimalı əlverişli halların sayını bölmək lazımdır bütün mümkün halların sayına. Əlverişli halların sayı 6-dır. 2 zəri atılan zaman bütün mümkün halların sayı da 36-dır. Bu da olur hadisənin ehtimalı. Sürəti də məxrəci də 6-ya bölsəm, nəticə olacaq 6-da 1 ehtimal. Yəni doğru cavabımız D variantı. 65-ci sual. İti bucaqlardan biri 30 dərəcə olan düzbucaqlı üçbucağın hipotenuzu ilə kiçik katetin cəmi böyük katetindən neçə dəfə böyükdür? Düzbucaqlı üçbucaq çəkirik. 90 dərəcə. Burada deyirik 30 dərəcə. Burada deyirik 60 dərəcə. 30-un qarşısına x desək, 60-ın qarşısı olacaq x köşdə 3. 30-un qarşısı x-də, 90-ın qarşısı olacaq 2x. İndi deyir ki, hipotenuz ilə kiçik katetin cəmi, yəni x-dən 2x-in cəmi bizə verir 3x. Deyir 3x böyük katetdən neçə böyükdür? Yəni 3x-i bölməliyəm böyük katetə. Köşdə 3, x-ə bölməliyəm. X-lər gedir. 3 bölünsün köşdə 3. Sürəti də məxrəcə köşdə 3-ə vursam, 3 vur köşdə 3 bölünsün 3 alınacaq. Üstlərlə gələcək, nəticə alınacaq köşdə 3. Deməli, doğru cavabımız burada köşdə 3 dəfə böyükdür. 66-cı sual. Tənliklər sistemindən x-i tapın. Birinci tənliyin hər tərəfini mənfi 2-yə vursam, mənfi 2x çıx y bərabərdir mənfi 16. İkinci tənliyi isə olduğu kimi yazıram. 3də 1x plus y bərabərdir 6-ya. Tərəf-tərəfə toplasam,
İrilər islah olunacaq və alınacaq mənfi 2x üstə 1x bərabərdir mənfi 10. İndi hər bir həddi 3'ə vursam, mənfi 6x plus x bərabərdir mənfi 30'a, mənfi 5x bərabərdir mənfi 30'a, x bərabərdir mənfi 30 mənfi 5'ə bərabərdir 6. Deməli, doğru cavabımız burada 6'ya bərabərdir. X'in qiyməti tapdıq. 67-ci sual. A, B-yə paralel və AB də CD-yə paralel veribdir. X'i tapın. Burada nə edəcəm? Bunu bu şəkildə uzatsam, bura 3x-dir, burada 3x-dir. İndi bu iki düzxət paralel olduğu üçün 3x-dən 7x daxili bir tərəfli bucalardır. Cəmləri 180'ə bərabərdir. 180'ə. 10x bərabərdir 180'ə. X bərabər alınacaq 180'ə. Ona böləndə x alınacaq 18. Yəni doğru cavab burada 18'ə bərabərdir. 68. Nöqtələrdən keçən düz xəttin bucaq əmsalını tapın. Əvvəlcə bunu mən düstursuz izah edəcəm. Düz xəttdir. Düz xəttin təhlili y bərabərdir kx üstəl b şəklindədir. K burada düz xəttin bucaq əmsalıdır. Baxırıq, A nöqtəsindən keçir. Y mənfi 2'dir. Mənfi 2 bərabərdir. X'i mənfi 1'dir. Olacaq mənfi k plus b. B nöqtəsindən də keçir. Y 4'dür. 4 bərabərdir. X də 3'dür. 3k plus b. İndi tərəf-tərəfə çıxacam. Tərəf-tərəfə çıxanda hətta ikincidən birincini çıxacam. İkincidən birincini. Alınacaq 4'dən mənfi 2 çıxanda 6. 3k'dan mənfi k çıxanda 4k. Bir b çıxanda 0. 6 bərabər 4k k olacaq 1,5. Yəni doğru cavab 1,5'dir. Bu düstursuz yolu. Düstur belədir. K bərabərdir. Bucaq əmsalı. Y-lərin fərqi bölünsün x-lərin fərqi. Bu da bərabərdir. Y-in birincisi 4'dür. Çıxılsın növbətçisi mənfi 2'dir. Bölünsün x-in birincisi 3'dür. Çıxılsın növbətçisi də mənfi 1'dir. Mənfi 1. Bu da bərabərdir. 6'nın 4'dən nisbəti. Nəticə yenə 1,5 alınacaq. Bu da düstur yolu. 69-cu sual. İfadəsini sadələşdirin. Ötədən içərisində birinci kəsirdə, məxrəcdə orta vurur kimi A-nı çıxara bilərik. A vurulsun, A çıx 1. Çıxılsın 1 bölünsün, A çıx 1. Vurulsun bunun tərsi. 1 bölü A-nın tərsi A-dır. A-nı da içəri vursam, birinci kəsirə vuranda olacaq 1 bölünsün, A çıx 1. İkinci kəsirə vuranda A bölünsün, A çıx 1. Ortaq məxrəc A çıx 1'dir. Sürətlər çıxılacaq. 1 çıx A olacaq. Məxrəc eyni olduğu üçün sürətlər çıxılır. 1 çıx A ilə A çıx 1-birinin əksi olduğu üçün nisbətləri olacaq mənfi 1. Yəni doğru cavab burada D variantı. 70-ci sual. Ata, ana və 3 uşaqdan ibarət ailə uşaqları qarşıda cərgə ilə uşaqlar qarşıdakı cərgə ilə oturmaqla və valideynlər arxada yanaşı durmaqla neçə fərqli formada şəkil çəkilə bilərlər. Deməli, 2 cərgədir. Belə deyək. Ön deyək. Bir də arxa deyək. Arxa. Öndə uşaqlardır. 3 uşaq buradadır. 3 uşaq. Arxada isə nədir? Ata-anadır. 2 nəfər də buradadır. İndi deyir ki, bunlar neçə fərqli formada şəkil çəkilə bilərlər. Uşaqlar öndədir. Deməli, uşaqlar 3 faktor qədər yer dəyişir. Ata ilə ana da 2 faktorial qədər yer dəyişir. Ümumi yerləşmələrin sayı olacaq 3 faktorial vur 2 faktorial. Bu da deyir 6 vur 2, nəticə olacaq 12. Deməli, 12 üsulla bunlar şəkil çəkdirə bilərlər. 71-ci sual. Şəklə əsasən ACB qövsünün dərəcə ölçüsünü tapın. ACB qövsünün dərəcə ölçüsü. Bura 55 dərəcə olduğu üçün AB qövsüsü olacaq 110. Çünki bu daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucağın dərəcə ölçüsü söykəndiyi qövsünün dərəcə ölçüsünün yarısıdır. Və 110 isə ACB qövsüsü olacaq 250 dərəcə. 360-dan 110 çıxında 250 qalır. Doğru cavab Y variantı. 72-ci sual. Qabarıq 9 bucağının daxili bucağının cəmini tapın. Qabarıq n bucağının daxili bucağının cəmi n-2 vur 180 dərəcə bərabərdir.
Yani 9 çıx 2 vur 180 derece. Bu da beraberdir 7 vur 180'e. Bu da beraberdir 1260 derece. Yani doğru cevabımız C variantı. 73-cü sual. Tənlinin kökləri cəmini tapın. Burada nə edəcəyik? Burada köklə x-ə yeni bir dəyişən deyəcəm. T deyəcəm. Təbii ki, T burada sıfırdan böyük bərabərdir. Onda x olacaq T kvadrat. T kvadrat çıx 6T plus 8 bərabərdir 0. Bu da T çıx 4. T çıx 2 deməkdir. Bərabərdir 0-a. T'nin biri qiyməti 4-dür. Digəri qiyməti də nədir? 2-dir. Ona görə yazırıq kökdə x bərabər 4-ə. Buradan x çıxır 16. Bir yazırıq kökdə x bərabərdir 2. X də çıxır buradan 4. Kökün biri 4-dür, digəri də 16-dır. Cəmlərin soruşduğu üçün cavab olacaq 20. Yəni D variantı. 74-cü sual. Funksiyasının təyin oblasına daxil olan natural ədədlərin sayını tapın. Kvadrat köklü dərəcə cüt olduğu üçün yazmalıyıq ki 2x kvadrat plus 9x böyük bərabər 0. Hər tərəfi mənfiyə vursam 2x kvadrat çıx 9x kiçik bərabər 0. X-i mütərizə xaricdən çıxarsam bu da qalacaq 2x çıx 9 kiçik bərabər 0. İndi burada nəyə diqqət etmək lazımdır? Kökün biri 0'dır. 0. Biri də 4,5'dir. 4,5. 4,5'in sağında məsələn x-in yerinə 5 seçsəm 5 qoyanda hər ikisi müsbət, hasil müsbət. 0 ilə 4,5 arasında x-in yerinə 1 qoysam biri müsbət, biri mənfi, hasil mənfi. 0'ın solunda x-in yerinə mənfi 1 seçsəm hər ikisi mənfi, hasil müsbət. Bizə mənfi lazımdır. Həllimiz 0, 4,5 parçasıdır. Natural ədədlərin sayını soruşduğu üçün 4 dənədir. Doğru cavab olacaq 4. Yəni 1, 2, 3, 4. 75-ci sual. Ədədinin tam hissəsini tapın. A ədədinin tam hissəsini tapın. Deməli, A bərabərdir. Belə yazırıq. 25 böl 10. Üstə gəl kök altında 36 bölünsün 10. Üstə gəl kök altında 9 bölünsün 10. Daha doğrusu üzr istəyirəm. 81 bölünsün 10. A bərabərdir. 25'dən çıxır 5. 5 böl kökdə 10. Üstə gəl 6 böl kökdə 10. Üstə gəl 9 böl kökdə 10. Bu da bərabər kökdə 10'da sürətlər toplanacaq. Sürətlər toplananda 20 alınır. A bərabərdir. Sürətlə məxrəci də məxrəcin qoşmasına vursam 20 vur kökdə 10. Məxrəcə də 10 alınacaq. Bu da bərabərdir 2 kökdə 10'a. Bu da bərabərdir kökdə 40. Bunu yazdıq. A kökdə 40'a bərabərdir. Kökdə 40 da yerləşir. Harada? Kökdə 49 ilə kökdə 36 arasında yerləşir. Buradan 6 çıxır, buradan isə 7 çıxır. Demək, kökdə 40 6 ilə 7 arasında. 6 tam da neçədir? 6 tam da neçə olduğu üçün A-nın da tam hissəsi olacaq 6. Yəni, burada doğru cavab 6'ya bərabərdir. 76-cı sual. Deməli, A-nın element sayına baxaq. 1, 2, 3, 4, 5. A-nın element sayısı 5'dir. Bunu bildik. Şimdi baxaq. Venn diaqramını çəkirik. A, B. A çıxan element sayısı 2'dir. Deməli, bura 2'dir. A'nın element sayısı 5 olduğu için deməli, bura 3'dür. Bizdən kəsişmə element sayısını soruşur. Kəsişmədə 3 dənə element var. Yəni, doğru cavab burada 3'ə bərabərdir. 77. 10.000 ədədinin standart şəkildə yazılışında qiymətli hissəni tapın. Burada baxırıq ki 1, 2, 3, 4 dənə. Yəni 1 vur 10 üstü 4 deməkdir. Qiymətli hissə, təbii ki burada qiymətli hissə 1'dir. Doğru cavab 1'dir. Tərtib soruşsaydı tərtib olacaqdı 4. 78. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Deməli 5 içəri vursam 5x çıx 60 çıx 2x böyükdür 2x çıx 20. 5x-dən 2x çıxanda 3x çıx 2x böyükdür mənfi 20 plus 60. X böyükdür 40'dan. Ən kiçik tam həll soruşduğu üçün cavab olacaq 41 burada. 79-cu sual.
Oturacaqları 2-5 olan bərabəryanlı trapesiyanın yan tərəfi 14 santimetrdir. Bu trapesiyanın perimetri 70 santimetr olarsa, orta xəttin diaqonallar arasında qalan hissəsinin uzunluğunu tapın. Deməli, bərabəryanlı trapesiya çəkməliyik biz. Bu bərabəryanlı trapesiya olsun. A, B, C, D. Yan tərəflər verib 14. 14. Bu da orta xətt olsun. M-in orta xətt. Burada Y, burada F. Bizdən YF soruşur burada. İndi oturacaqlar 2-5 nisbətindədir. Yəni biri 2K-dır. Bura 2K-dır. Burada 5K-dır. 5K. 2K ilə 5K-nın cəmi bərabər olacaq. Perimetr. Perimetr 70-dir. 70-dən çıxmalıyam. Yan tərəflərin cəmi. 14, 14, 28 çıxmalıyam. 7K bərabərdir 42-yə. K da olur neçə? 6. K 6. Deməli, bura olacaq 12. Burada olacaq neçə? 30. 12, 30. İndi baxaq. BC 12 isə MY olacaq yarısı 6. Çünki ABC üçbucağında MY orta xəttdir. Eyni zamanda F'in də 6 olacaq. DCB-də F'in orta xəttdir. İndi ACD. ACD üçbucağında Y'nin orta xəttdir. Y'nin orta xəttdir. Bura 30 olduğu üçün bura 15'dir. Bura 15'dir. Bura 6 olduğu üçün burada 9. Deməli, həmin qalan hissə nədir? 9'a bərabərdir. 80-ci sual. Katetləri cəmi 14, hipotenuzu 12 olan düzbucaqlı üçbucağın sahəsi neçə kvadrat santimetrdir? Deməli, A plus B 14'dür. C də neçədir? 12'dir. Hər tərəfin kvadratını alsam, A plus B'nin kvadratı bərabərdir 14'ün kvadratı. A kvadrat plus B kvadrat plus 2AB bərabərdir 196. İndi A kvadrat plus B kvadrat bilirik nəyə bərabərdir? Pifagora görə C kvadratına. Bunu yazırıq 12'nin kvadratı üstəgəl 2AB bərabərdir 196'ya. 144 üstəgəl 2AB bərabərdir 196'ya. Hər birini 2'yə bölsəm 72 üstəgəl AB bərabərdir 98'ə. AB ilə bərabərdir 98'dən 72 çıxsaq 26 olacaq. Bizdən sahəni soruşur. Sağ da S bərabərdir A vur B'nin yarısı. 26'nın yarısı nəticə olacaq 13. Yəni doğru cavab burada 13'ə bərabərdir. 81-ci sual. Sual belədir. ABC bərabər yanlı üçbucağında DY AC paralel. C ağırlıq mərkəzidir. AD-ni verib 6. AC-ni də verib 15. Bizdən soruşur ki, PDBY. DB'nin perimetri soruşur. Nəyə bərabərdir? C ağırlıq mərkəzi olduğu üçün deməli, medianların kəsişmə nöqtəsidir. Bura K-dırsa, bura 2K olur. 2K. Ona görə də baxın, K-ya uyğun 6-dırsa 2K uyğun bura olacaq 12. Bunu bildik 12. Bura 12'dir. İndi bərabər yanlı olduğu üçün burada 12, burada 6 olacaq. İndi bizə lazımdır DY-ni tapmaq. Burada oxşar üçbucaqlardır. Bu bucaqla bu bucaq eynidir. Bu bucaqla da bu bucaq eynidir. Ona görə də D-ni rahat tapa bilərik burada. Y bucağın qarşısı kiçikdə, Y bucağın qarşısı 12'dir. Eyni bucaq böyükdə, C bucağı da qarşısı 18. B bucağın qarşısı DY, eyni bucaq böyükdə AC-dir, qarşısı da 15. 18 DY bərabərdir 180'ə. DY bərabərdir 10. D-ni tapdıq 10. Bunu da bildik. İndi bizdən soruşur PDB-nin perimetri. 12 üstəgəl 12 üstəgəl 10. Nəticə olacaq 34. Yəni doğru cavab burada 34'ə bərabərdir. 82-ci sual. Artan sırayla düzülmüş 3, 4, 6, 6, AB, 9, 9, 9, 9 ədədlər sırasının modası medianından
medianından 1,5 vahid böyük olarsa 1,5 vahid böyük olarsa əldə ortanı tapın. İndi baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. 10 dənə olduğu üçün median düşəcək 5-cinin 6-cının yarısı. Deməli, bu ikisinin yarısı olacaq median. A plus B'nin yarısı median olacaq. İndi ki, modası medianından 1,5 dəfə, daha doğrusu 1,5 vahid böyük olarsa, moda ən çox təkrarlanan elementdir. Ən çox təkrarlanan element burada hal-hazırda neçədir? Hal-hazırda ən çox təkrarlanan element 9'dur. 4 dənə 9 təkrarlanır. 2 dənə 6. Amma A ilə B də 6 olsa əgər 2 modal olacaq. Ona görə A ilə B 6 ola bilməz. Yəni moda ilə 9'dur. Moda 9'dur. İndi moda mediandan 1,5 vahid böyükdür. Deməli 9'dan 1,5 çıxsa, 1,5 çıxsa olacaq neçə? 7,5. Deməli median 7,5'dir. Median. Ona görə A plus B olacaq neçə? 15. A plus B 15'dir. İndi əldə ortanı soruşur. Buna toplamaq lazımdır. Toplayaq. 3 plus 4 plus 6 plus 6 plus A plus B plus 4 dənə 9. 4 plus 9 yazdım. Bura 7'dir. Bura 12'dir. A plus B tapmışıq. A plus B 15'dir. 4 dəfə 9 da 36. Şimdi baxaq. 7, 15, 22, 34, 36, 70. Deməli 70'dir. 10 ədədi olduğu üçün 70'i də 10'a bölsək, ədədi ortaya çıxacaq 7. Yəni doğru cavab burada 7'ye bərabərdir. 83-cü sual. Y bərabərdir 8 və 4x çıx 3y bərabərdir 24 düz xəttlərlə koordinat oxları arasında qalan trapesiyanın sahəsini tapın. Deməli, x, y. Şimdi burada y-ə 0 versəm, x alınacaq 6. 6. Bir də x-ə 0 versəm, y olacaq neçə? -8. Y -8 olacaq. Bunu təzədən çəkim. X, Y. Deməli, x 6, y -8. -8'i burada götürürəm. 6'ını da burada. Bu -8'dir, bu da 6'dır. Deməli, düz xət buradan keçəcək. Düz xət. Bu düz xət. O birisi y bərabər 8. O da budur. Y bərabər 8. Deməli, deyir ki, düz xəttləri ilə koordinat oxları arasında qalan trapesiyanın sahəsi. Yəni, bizdən soruşur, baxın, bu trapesiyasının sahəsini soruşur. Bu da məlum məsələ düzbucalı trapesiyadır. Deməli, burada hündürlüyü bəlli. Bura 8'dir. İndi bu oturacaq 6'dır. İndi bizə lazımdır bu oturacağı tapmaq. Bu oturacağı tapmaq. Deməli, bura 8 olduğu üçün y 8'dir. Buranın y 8'dir. Buranın y 8'dirsə, burada 8 yazsa 4x çıxılsın 24 bərabər 24'ə 4x bərabər 48 x də 12'dir. Deməli x 12'dir. Yəni bura 12'dir. Bura 12'dirsə, burada 12'dir. Burada iş bitdi. Deməli trapesiyanın hündürlüyü 8'dir. Oturacaqları 6 və 12'dir. Sahəsi 6 üstəgəl 12'nin yarısı vur 8. 6 üstəgəl 12, 18 yarısı 9. 9 vur 8 cavab olacaq 72. Yəni trapesiyanın sahəsi olacaq burada 72'ye bərabər. 84-cü sual. Torbada qırmızı, sarı və yaşıl olmalı cəmi 45 kürəcik var. Bu kürəciklərin 40% qırmızı. Yəni 40% 5'də 2. Yəni 18'i qırmızıdır. Qırmızı. 12'si sarı. 12'si sarı. Sarı. Yerdə qalan. Qalanla da neçə olacaq? 15.
15 də olacaq yaşıl. Yaşıl. Torbadan təsadüfən çıxaran bir kürəcin yaşıl olması hadisəsinin ehtimalını tapın. Demək, yaşılların sayını bölməliyəm ümumi kürəcik sayına, yəni 45-ə. Olacaq 3/1 ehtimal. Yəni doğru cavab burada 3/1-ə bərabərdir. Gəldi 85-ci sual və sonuncu sual. Deyir ki, çevrəsi ilə düz xəttin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Gətirib burada 20 ilə 2x yazsaq, x kvadrat plus 4x kvadrat bərabər nəyə? 45-ə. 5x kvadrat bərabərdir 45-ə. X kvadrat bərabər 9. Deməli, x-in biri müsbət 3-dür, biri də mənfi 3-dür. X-in yerə müsbət 3 qoyanda y olur 6. Mənfi 3 qoyanda y olur mənfi 6. Deməli, biri 3, 6-dır. Digəri də mənfi 3, mənfi 6-dır. İndi bizdən soruşur, bu iki nöqtə arasındakı məsafəni soruşur. Deməli, məsafəyə d desəm, d bərabər kök altında x-lərin fərqi. 3 çıx mənfi 3, bunun kvadratı. İşte y'lərin fərqi. 6 çıx mənfi 6, bunun da kvadratı. Bu da bərabərdir. 6'nın kvadratı üstəlik 12'nin kvadratı. Bunu da belə yazıram. 6'nın kvadratı vurulsun. 1'in kvadratı üstəlik 2'nin kvadratı. Bu da bərabərdir. 6 kökdən çıxır. Kökün altında 5 qalır. 6 kökdə 5. Soruların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi, şərh yazmağı unutmayın.